Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əlövsət İmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə təqsirləndirilən şəxs ötən il Şəmkir rayonu Təzəkən kəndində əmisi oğlu zərər çəkmiş Əbülfəz İmanovun yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olarkən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində ağır cinayət əməli törədib. Hadisə zamanı Əlövsət sərxoş vəziyyətdə olub. Mübahisəyə səbəb isə zərər çəkmiş şəxsin onun Gəncə şəhərində yaşayan arvadı barədə irəli sürdüyü iddialar olub. Tərəflər arasında yaranmış mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib. İlkin olaraq Əbülfəz təqsirləndirilən şəxsi yumruqla çiyin və boyun nahiyəsindən vuraraq, həmçinin kəllə ilə dodaq nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib. Bundan sonra Əlövsət qisas alma niyyəti ilə hərəkət edərək qarşı tərəfə hücum edib, zərbələr endirib. Daha sonra isə soyuq silah hesab edilməyən, lakin kəsici və deşici xassəyə malik mətbəx bıçağı ilə Əbülfəzin bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə vurub. Nəticədə zərər çəkmiş şəxs ağır və həyat üçün təhlükəli xəsarətlər alıb. Beləliklə təqsirləndirilən şəxsin əməli qisas motivi ilə törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi xarakterizə olunub.